Salam dostlar, hər birinizi salamlayıram. The Photoning kanalına xoş gəlmişsiniz. Mən Gəmzə. Bugün sizinlə kranial sinirlərə aid кейslər işləyəcəyik. Gedişatımız belə olacaq. İlk öncə sualı yerləşdirəcəm. Videonu dayandırarsınız və sualı oxuyub siz öz fikrinizi irəli sürərsiniz. Ondan sonra isə biz birlikdə təhlil eləyərik. Deməli, ilk sualdan başlayaq. Aha, mən də oxuyum. Okay. Aha. Yəqin ki siz də oxudunuz. Aha, versiyalarımızı alın. İki əsas açar söz var. Birincisi uvula dilçə əzələsidir, ikincisi isə soft palat, yəni yumşaq damaqdır. Deməli, uvula dilçə əzələsi konkret olaraq hansı sinirlə inervasiya olunur? Nervus vagusla. Ümumiyyətlə, bütün orada yumşaq damağı görəndə ilə götürmək lazım idi. Soft palat, bütün yumşaq damaq nervus vagusla inervasiya olunur əzələləri. Orada bir dənə istisna, deməli, tensor veli palatinidir. Bilirsiniz ki, yumşaq damağı gərginləşdirən əzələ, təbil pərdəsini gərginləşdirən əzələ və çeynəmə əzələləri də, çeynəmə əzələsi, dərin gizgah əzələsi, bayır qanda bənzər, içəri qanda bənzər, o əzələlər sənə sinirlə inervasiya olunur. Buna çıxsa, genel olaraq soft palat və uvula vagus siniri ilə inervasiya olunur. Bəs yaxşı, variantlarda left vagus nerv var, bir də right vagus nerv var. Hansı cavabı götürəcəyik? Deməli, dostlar, əslində ən rahat yolu seçmək olar. Birincisi, o soft palatın sallanmasına baxmaq olar. Ümumiyyətlə, bilirsiniz ki, bizdə əzəllər ya cüt sayda olurlar, ya da tək sayda olurlar. Məsələn, dilçə əzələsi tək saydadır. O zaman tək sayda deyə həm sağdan inervasiya olacaq, həm soldan inervasiya olacaq. Amma məsələn cüt sayda olan əzəllər, məsələn yumşaq damağı qaldıran elevator əzələ, sağda yerləşən əzələ sağ sinirlə inervasiya olunur, solda yerləşən əzələ sol sinirlə inervasiya olunur. Yəni artıq orada hər iki sinirin inervasiyası olmur. İndi başlayaq, məsələn orada deyir yumşaq damaq sağ tərəfdə sallanıb. Yumşaq damaq sağ tərəfdə sallanıbsa, yəni normalda yumşaq damağı qaldıran əzələ var, elevator veli palatini. Ona inervasiya eləyən nədir? Sağdan. Sağ azan sinir. Sağ azan sinirin inervasiyası pozulub deyə yumşaq damaq aşağıya sallanıb bu şəkildə. Və yaxud da digər tərəfdən deyir ki, dilçək sola tərəf meyl edib, şəklə fikir verin, sola tərəf meyl edib. O zaman normalda bilirsiniz ki, dilçək əzələsi düz ortada dayanmalıdır, çünki hər iki tərəfdən inervasiya var. Sol tərəfin inervasiyası pozularsa sağa meyl edəcək, sağ tərəfin inervasiyası pozularsa sola meyl edəcək. Deməli, o zaman cavabımız nə olur? Sağ azan sinir. Aha, ikinci suala baxaq indi gəlin. Okay. Yəqin ki, siz də oxudunuz. İndi gəlin yuxarıda şəkli var idi, onu da göstərim. Aha, sözü gedən case budur. Fikir verirsinizsə, üzün, yəni 3 strukturuna toxunub. Alın, göz və ağız nahiyəsi. Yəni, elə bir sinir tapmalıyıq ki, o sinir bu strukturların hamısı ilə əlaqəli olsun. Demək, bu sualda bir əskiklik var, əskiklik yoxdur əslində. Yəni, bu simptomları tamamlayıb bir qaz ayağı əmələ gətirmək olar. Hansı qaz ayağını indi gəlin göstərim. Deməli, əlinizi üzvünüzə qoyursunuz. Baxın bu nahiyə. 1, 2, 3, 4, çənəmə qoydum və 5. Gördünüz? Deməli, temporal şaxə, zigomatik şaxə, buqqal şaxə, mandibular şaxə və bu da servikal şaxə. Bu, facial sinirin, yəni üst sinirinin kəllədən çıxandan sonra verdiyi 5 şaxədir, çox konkret.
Və ümumiyyətlə üz sinirinin belə bir problemi olanda üzün bir tərəfli iflici müşahidə olunur. Görək bizim кейzlə üst-üstə düşürmü? Yəni deməli, dedik ki, alın qırışlarında problem var. Bəli, bu şaxəmiz alın qırışlarına təsir edə bilər. Zigomatik şaxə gözə təsir eləyəcək. Buqqal şaxə yanaq nahiyəsi üst dodaq buralara təsir eləyəcək. Çənə şaxəsi aşağı dodaq və çənə nahiyəmizə təsir göstərəcək və servikal şaxə servikal boyun nahiyəsinə təsir göstərəcək. Və bizim sualda var idi, alın qırışlarına təsir edib olar, göz qırpmaq olar və orada başqa nə var idi? Ağız gülümsəmə olar. Deməli cavabımız olacaq fasial sinir bir tərəfli zədələnməsi, fasial nerv götürə bilərik. Gəlin keçək 3-cü suala. Bu sualları dairəyalaq, həm də cavabları həm. Fasial nerv. Digər sual isə nə idi? Right valgus. Okay. 3-cü suala gəldik. Gəlin sualı oxuyaq. Все, tapdım. Görürsünüz, birinci sualdan cavab çıxır. Bir tərəfli. Okay, right üst. Okay. Aha. Okay. Oxuduz yəqin ki sualı. Deməli, xəstə gəlib həkimə. Fikir verin, müayinədə koftasını çıxarıblar. Aşkarlanıb ki, bunun bir çiyni digər çiynindən aşağıda yerləşir və elevasiya hərəkətində çətinlik çəkir, qolunu qaldıra bilmir. Yəni mənim ağlıma konkret gəldi aksesuar nerv, əlavə sinir. Ümumiyyətlə bilirsiniz ki, əlavə sinirin innervasiya elədiyi 2 dənə əzələ var. Birincisi döş körpücü məməyə bənzər əzələ, sternokleodomastoideus, ikincisi isə trapesiya bənzər əzələdir. Burada söhbət gedir trapesiya bənzər əzələdən. Əlbəttə ki, trapesiya bənzər əzələnin bir tərəfli innervasiyası pozulub və bu şəxs qolunu qaldırmaqda çətinlik çəkir. Bir də bilirsiniz ki, biz qollarımızı qaldıranda, arxaya doğru gərnəşəndə elevasiya hərəkəti icra olunur skapulada. Yəni burada bu nəzərdə tutulur və yəqin ki, cavablarda əlavə sinir var. Bəli, aksesuar nerv götürəcəyik cavabı. Okay. 4-cü sualı screenshot eləyib götürürsünüz. 5 götürürsünüz, 6 götürürsünüz. Bu sualları sizin öhdəliyinizə buraxıram və gəlirəm 7-ci suala. Gəlin 7-ci sualı oxuyaq. Yəqin ki, sualı oxudunuz. Gəlin sizə şəkli də göstərim. Şəkil bu idi. Deməli, burada açar sözlər var. Mən ümumiyyətlə yenə baxmıram orada nə baş verib, konkret olaraq nəyə icra eləyəmir. Amma dil əzəllərində bir problem var, fikir verirsinizsə. Və bu şəxs dilini sağa çıxardır. Deməli, dostlar, bilirsiniz ki, dilin əzəlləri 2 qrupa bölünürlər. İntrinsik əzəllər, ekstrinsik əzəllər. Bilirsiniz, intrinsik əzəllər boyalama, köndəlmə və s. belə. Ekstrinsik əzəllər də stilo, nə bilim, palato belə. Ümumiyyətlə, o əzəllərin hamısı innervasiya olunurlar. Deməli, hipoglossusdan, dilaltı sinirlə. Bir dənə orada istisna palatoglossus əzələsidir. Onda bayaq dedik. Cavab verin görək. Palatoglossus əzələ hansı sinir innervasiya oldu? Damaq əzəlləri. Nervus vagusdan. Demək, indi burada dil əzəllərində bir problem yaşayır və sağ tərəfə çevirir. Burada ümumiyyətlə bir cümlə işlədək gəlin. Dil əzəllərində əgər şəxs dilini sağa çıxardırsa, sağ sinirdə bir problem var. Şəxs dilini sola çıxardırsa, sol sinirdə bir problem var. İndi bu şəxs dilini deyir ki, sağa çıxardır. O zaman bu şəxsin sağ hipoglossal siniri, right hipoglossal nerv zədələnib bu şəkildə. 8-ci sual sizin öhdəliyivizdədir və keçirəm 9-cu suala. Dairəyalıq gəlin bunu buradan. Nə idi cavab? Right hipoglossal. Keçir 9-cu suala, gəlin oxuyaq sualı. Məncə cavab çıxdı.
Aha. Bizim sağımız onların soludur, hə? Məncə elə olur. Aha, hə. Bir dənə biraz sol. Aha. Sol tərəfdə bir problem var. Okay. Yəqin ki, siz oxudunuz sualı. Bu şəxs gözünü açmaqda çətinlik çəkir. Bilirsiniz ki, göz qapağımızı qaldıran əzələni kim inervasiya edirdi? Deməli, ümumiyyətlə 6 dənə əzələ var. Bir də göz qapağını qaldıran əzələ var. Bilirsiniz də, yuxarı çəp əzələ, aşağı çəp əzələ, bayır düz əzələ, içəri düz əzələ, aşağı düz, yuxarı düz əzələ. Bu əzələlərin inervasiyası var. Mən məsləhət görürəm ki, ilk öncə sayanda blok siniri ilə gözün hərəkət sinirini, yox, blok siniri uzaqlaşdırıcı sinir deyəsiniz, sonra gözün hərəkət sinirini deyəsiniz. Bilirsiniz ki, blok siniri yuxarı çəp əzələni inervasiya edir, uzaqlaşdırıcı sinir isə bayır düz əzələni inervasiya edir. Yerdə qalan sinirlər aşağı çəp, aşağı düz, içəri düz bu əzəlləri inervasiya eləyən onlar bunları inervasiya eləyən gözün hərəkət siniridir, okulmotor sinirdir. Və burada bir də gəlin gözün hərəkət sinirinin ətraflı danışaq. Gözün hərəkət sinirinin bir yuxarı şaxəsi var, bir də aşağı şaxəsi var. Bilirsiniz ki, gözün hərəkət sinirinin yuxarı şaxəsi inervasiya edir, yuxarıda yerləşən əzəllər. Hansı əzəllər inervasiya edir? Yuxarı qapağı qaldıran əzələ. Bir də ki, inervasiya eləyir yuxarı düz əzələni. Birinci, buradan diaqnozu qoymaq olar. Bu, zaten əsas söz verir ki, bu şəxs gözünü açanmı belə tutub saxlamalıdır. Buradan zaten diaqnozu qoydum ki, gözün hərəkət siniridir. Amma ki, başqa şeylərə də fikir vermək olar. Məsələn, deyir ki, baxın, fikir verin, orada deyir ki, bəbəyin genişlənməsində də bir problem var. İndi gəlin buna toxunaq. Gözün hərəkət sinirinin yuxarı şaxəsini deyib, bir də aşağı şaxəsi var. Gözün hərəkət siniri ümumiyyətlə bilirsiniz ki, hərəkət sinirdir və onun tərkibində həm hərəkət liflər var, həm də parasimpatik liflər var. Biz bunu niyə deyirik? Aşağı şaxənin tərkibində olan hərəkət liflər aydın məsələdir, gedir aşağı çəp əzələni, aşağı düz əzələni və içəri düz əzələni inervasiya edirlər. Parasimpatik liflər isə gedib kirpik qanqilionda qutarlar. Aydın məsələdir ki, kirpik qanqilionun əhəmiyyəti odur ki, akkomodasiya prosesində iştirak etsin və kirpik əzələləri ilə əlaqəlidir. Yəni burada bəbəyin genişlənməsi və s. bununla əlaqəli proses budur. Və digər tərəfdən də deyir ki, bu şəxsin sol gözündə aşağı və bayıra doğru bir diplopiya mövcuddur. Buradan da bu diaqnozu qoymaq olar. Cavabımız oldu o zaman, sol demişdim də mən, left oculomotor nerve case A bəndi. 10-cu sual sizə buraxıram, 11-ci sualı isə mən baxıram. Okey, oxuyaq sualı. Aha. Aha. Okey. Deməli, bu sualda da yenə iki şey gözümə dəydi. Birincisi double vision. Okey, ikilik görmə. Bir də left eye. Okey. Deməli, dostlar, ümumiyyətlə, bax burada zaten deyir test aparıblar. Biz 3 dənə sinir sayılır. Gözün hərəkət siniri, blok siniri və uzaqlaşdırıcı sinir. Bəzi məqamlarda, məsələn, gözün hərəkət siniri də indi aydın məsələdir, yuxarı düz əzələni inervasiya eləyir. Blok siniri də yuxarı çəp inervasiya eləyir. Ona görə orada bəzi onları ayırt etmədə çaşqınlıqlar yaşanır. Və ona görə belə bir test aparırlar. Xəstə gözünü birinci belə çəkir, sonra təzədən aşağı eləyir. Onda göz həddin içəri gedirsə, o zaman o blok siniridir. Yəni, blok sinirində belə bir şeydən istifadə edilmiyorlar və diplopiya. Bilirsiniz ki, blok siniri yuxarı çəp əzələni inervasiya edir və onun patologiyasında göz aşağıya doğru gedəcək. Bu şəkildə. Yəni, burada cavab olacaq left troklear. Okay. Sonra gəldik 12-ci sual sizdə. 13-cü suala mən baxıram. Baxaq. Aha. Əslində cavabı tapdın bir şey. O qədər şey eləməyə ehtiyac yoxdur.
Hə, okey, yəqin deyək. Deməli, bu şəxs varisiella zoster virusuna yoluxub, yəni herpes virusların bir növünə yoluxub. Herpes viruslar bilirsiniz ki, trigeminal ganglionda məskunlaşırlar. Bu mikrobioloji cəhətdən mən yanaşdım, amma anatomik cəhətdən də yanaşarıq. Və immun zəifləmə anında o özünü bir üzə verir. Əsasən trigeminal ganglionda yəni məskunlaşır. Bu cavabı götürmək olar, amma başqa yöndən də bu suala izah vermək olar. Deməli, fikir verin, bu sualda deyir ki, şəxsin deməli alın nahiyəsi, göz nahiyəsi, burun nahiyəsində patologiyalardan danışır. Trigeminal sinirin 3 şaxəsi var, bilirsiniz ki, göz, əng, çənə. Gözün də yenə 3 şaxəsi var. Burun kirpi, nazosiliar, frontal, bir də lakrimal, okey? Aydın məsələdir, frontal bura təsir eləyəcək. Burun kirpi siniri həm burun nahiyəsinə təsir eləyəcək, həm də göz nahiyəsinə təsir eləyəcək. Buradan da diaqnozu qoymaq olardı. Bu şəkildə, yəni cavab olacaq trigeminal ganglion. Gəldik 14-cü sual sizdə, 15-ci sual sizdə və 16-cı suala baxırıq. Deyəsən, çıxdı cavab. Aha. Toz var. Palpable deyir, açıq şəkildə. Okey. Tapdınız da yəqin cavab. Bu toz var. Nədən şübhələnəcəksiniz? Yuxarı qapağı qaldıran əzələ. Yuxarı qapağı qaldıran əzələni kimin nervasiya eləyirdi? Gözün hərəkət siniri. Bir də burada indi yenə o left right qarşıdırılır. Bizim right, bizim onların solu bizim sağımızda, hə? Sağ tərəf, hə? Sağ tərəfli oklamator sinirdə problem var. Bayaq dedik, gözün hərəkət sinirinin yuxarı şaxəsi var, aşağı şaxəsi var. Yuxarı şaxəsi, yuxarı qapağı qaldıran əzələnin yuxarı düz əzələyə gedir. Aşağı şaxəsi kirpik ganglionda qutarır. Bir də ki, qutarırdı. Aşağı çayaq, aşağı düz, içəri düz əzələlərdə. Heç, burada cavab olacaq, deməli, yuxarı şaxəsi gözün hərəkət sinirinin. Gəlin baxaq 17-ci suala. Geçək. Aha, bayaq demişdik əslində bunu. Aha, right tərəf. Aha. Cavab çıxıb əslində. Çıxmayayım ki, başqa şey soruşum. Bu sual üzrə maraqlıdır. Aha, disfagiyas var, qəşək. Aha, yəqin ki, oxuduz sualı. Aydın məsələdir ki, üzün paralizin bir tərəfli görəndə ağlınıza üç siniri gəldi. Amma və lakin burada bir dəqiqə, o bizə deyir ki deyir ki, onun disfagiyası da var. Okey, disfagiya deyəndə aşağı tərəfdə bir problem var. Okey, başa düşdüm. Deməli, söhbət burada gedir çənə sinirindən. Çənə siniri bilirsiniz ki, bayaq dedik, ön hərəkət şaxələri var, bir də arxa hissi şaxələri var. Və o ən axırda iki qarıncıqlı əzələnin ön qarıncığına, bir də milohioid əzəliyə şaxə verir. Həmin o iki əzələ də çeynəmə prosesini iştirak edirlər necə? Deməli, milohioid əzələ bilirsiniz ki, dilaltı sümükdən yuxarıda yerləşən əzələr. Dilaltı sümükdən yuxarıda yerləşən əzələlər hansıydı? Stiloideus, biz dilaltı əzələ, iki qarıncıqlı əzələ, çənəltı dilaltı əzələ, çənə dilaltı əzələ. Bu əzəllər dilaltı sümükdə yuxarıda yerləşirsə, dilaltı sümükdə həmin əzəlləri fiksasiya eləsəz, yəni dilaltı sümükdən tutub, həmin əzələni dartsaz, aydın məsələdir ki, komple çənəni aşağıya çəkirlər. Yəni, bunlar çeynəmə prosesini iştirak edir, gördünüz? Okey, iştirak elədilər. Dilaltı sümükdən aşağıda yerləşən əzəllər, məsələn, olsun kürək dilaltı əzələ, ondan sonra məsələn, demək olar, döş dilaltı əzələ, qalxan dilaltı əzələ. Bu əzəllər isə dilaltı sümüklə aşağı nahiyələr arasında yerləşirlər.
Və bu əzəlilərdə indi fiksasiyon geçə, dilaltı sümüyü fiksasiya eləsəz, nə edir? Aşağını dartsaz oradan əzələni. Yuxarıya çəkər döş qəfəsi. Okay? Yəni funksiyalar budur. Dilaltı sümüyündə yuxarıda yerləşənlər çənəni açır, aşağıda yerləşənlərsə nə edir? Döş qəfəsini qaldırır. Avtomatik olaraq dilaltı sümüyündə yuxarıda yerləşənlər nə edəcək? Çeynəmə prosesini düşərək eləyəcək. Yəni bu şəxsdə disfagiya varsa, udma problemi varsa, çeynəmə problemi varsa, avtomatik olaraq ağlımıza gəlməlidir. İki qarıncıqlı əzələnin ön qarıncığı və miloioid əzələ. Bu əzələlərdə kimlə inervasiya olunurdu? Çənə sinirindən inervasiya olunurdular. Yadımızda saxlayaq ki, bu arada iki qarıncıqlı əzələnin arxa qarıncığı isə inervasiya olunurdu üst siniri ilə. 18-ci suala baxaq, gəlin. Aha, yaşıl gözlü olduğunu da deyim. Tapdıq məncə. Right tərəfdə. Aha. Tapdıq. Aha, hazırsınızsa deyək. Demək, işıqla bağlı bir problem var. Söhbət kirpik qanqlionundan gedir. Bilirsizdən. Kirpik qanqlionuna kim parasimpatik lif verirdi? Gözün hərəkisinin aşağı şaxəsi. Varmı cavablarda? Yes, oklamator. Okay. Gəldik. 19-20. Siz də ümid edirəm ki, doğru cavabları taparsınız. Aha, 21 də maraqlı bir sualdır. Gəlin baxaq. Aha. İki şey soruşum ki. Aha. Aha. Heç bu suala baxmayacağım. Yəni bu şəklə. Hazırsınız məncə. Deməli, deyir ki, əslində paralizi götürüb üstünü fasial kanal götürərdim promoyu. Amma deyir ki, eşitmədə də problem var. Çaşdırıcı sualdır. Ola bilər ki, siz burada fasial kanal cavab vermişsiniz mənim kimi. İlk öncə yox, deyil. Sualı diqqətlə oxudum. Deməli, həm üzündə paraliz var şəxsin, həm də eşitməsində problem var. Üz paralizi dedik, üz siniridir, fasial nerv. Eşitmə də xoxlear sinirdir də. Onda elə bir şey seçməliyəm ki, elə bir yerdə şiş seçməliyəm ki, o həm eşitmədə problem yaratsın, həm də üz paralizi törətsin. Yəni, həm üz siniri ilə xoxlear sinirinin kəsişdiyi yeri tapmalıyam. Aydın məsələ ki, bunu bilirəm. Üz siniri ilə xoxlear sinir kəsişirlər daxili qulaq dəliyində. Internal acusticus meatus. Aha, bu şəkildə. Amma orada təkcə şey soruşsaydı, üz siniri soruşsaydı, mən böyük ehtimal fasial kanal yazardım. Aha, bu şəkildə. 22-ci sual oxuyaq, baxaq. Hə, qısma var. Bu arada, məncə qısma orada açar söz deyil. Aha. Başa düşdük ki, əsas sümüklə bağlı bir problem var. Sfenoid ailəsinə bağlı. Qəşəng. Nə soruşur? Axırda variantlarda təxminələr var. Hə, nə? Aha, okey. Bildim. Sualı oxuduz yəqin ki. Deməli, əsas sümüyü bir dənə yadınıza salaq. Əsas sümüyün cisminə nə deyirdi? Türk yərin ortasında hipofiz çuxuru. Hipofiz çuxurundan öndə yəhər qabarcığı yerləşir. Tuberkulum selli. Yəhər qabarcığından öndə yerləşirdi. Səhv eləmirəmsə, sulcus sarpas şurum yerləşirdi. Və orada bir də hündürlüyü var idi. Hə, indi orada deyir tumor var. Nə baş verəcək? Bilirsiniz ki, çarpaz şırım nahiyəsində medial liflər çarpazlaşırlar. Çarpazlaşır, lateral liflər isə öz tərəfindən gedir belə. O çarpaz liflər, medial liflər çarpazlaşdı, sonra əks tərəflərə getdi və bu nahiyələrdə nə etdilər? Gözümüzün yarısı, o tərəf. Deməli, temporal görmə təmin edir, okey? Əgər indi medial liflər tumor varsa, çarpazlaşma nahiyəsində yəqin ki, daralma olacaq. Daralma olacaq deyə də temporal nahiyədə görmə pozulacaq. Ona görə olacaq temporal deməli hemanopsiya. Varmı? Bitemporal hemanopsiya, yes. Aha, bu cavabı da gəlin seçək. Gəlin bu suala baxaq.
Hə, burada şəklə diqqətlə baxın. Okey. Görüşürüz. Hazırsınız yəqin. Variantlara baxın. Deməli, görürsünüz orada siz uzunsov beyni. Uzunsov beynin əlaqəli 3 dənə sinir var. Nervus vagon, 10, 12 hipoglossal dilaltı sinir. Bir də ki, peşində, o dilaltı sinir, hipoglossal sinir bilirsiniz ki, arxa tərəfdən çıxır. Fikir verin, onun şəkildə özü bir tərəflidir. Yəni, bir tərəfli patologiya axtaracaqsınız. Söhbət orada gedir hipoglossal sinirdən şəkildə tanımalısınız. Hipoglossal sinir indi zədələnsə nə baş verə bilər? Dil əzəllərində problem olacaq da, bir tərəfli cavablar da var. Yox, bax, uvula olmaz, o vaqusdur. Parod, yox. Vəsyo, Y bəndi. Çıxdı cavab. Vəsyo. Sonra 24-cü suala baxaq. Şəkillə fikir veririk də. Okey. Gəlin baxaq. Bu hansı dəlikdir? Çaşdırıcı deyil özü. Tapdınız yəqin ki. O oval dəlikdir. Formasından da bilinir. Altındakı da tin dəliyidir. Foramen ovali, foramen spinosum. Foramen ovalidən də keçir. Aydın məsələdir ki, çənə siniri. Girdə dəlikdən bilirsiniz ki, əng siniri keçir. Oval dəlikdən çənə siniri keçir. Və bunlar trigeminal sinirin hissələridir. Sualın variantlarında nə deyir? İndi deyir ki, nə baş verəcək? Çənə siniri. Çənə sinindən danışır da, ön şaxələri çeynəmə funksiyasını icra edir. Arxa şaxələrində hissi şaxələr mövcuddur. Nə götürmək olar? Vəsyo da, bir tərəfli olaraq çeynəmə paralici, vəsyo. Çeynəmə zəllərindən bağlı. Bu suala baxaq. Yenə ikili görmə var. Bir tərəfdən fikir ver. Bu hansı gözləyiniz? Sağ. Vəsyo, tapdıq. Göz içəriyə gedib. Yəni, bayırla bağlı bir problem var. Yəni, bayır... Nə deyir onu Azərbaycanca? Musculus rectus lateralis, Latınca Azərbaycanca qarışdı. Bayır düz əzələni. Bayır düz əzələnin innervasiyası pozulub ki, bu içəriyə tərəf gedib. Bayır düz əzələni innervasiya edən kim idi? Nervus obtusus, vəsyo. Özü sağ gözdür da, right. Right obtusus, okey, vəsyo. Sonra 26, 27 siz baxırsınız. Ümid edirəm ki, yazarsınız cavabları. 28, 29 siz baxırsınız. 30. Ay, elə bil balaca ilişdim. Şeydə, trigeminal sinir. Elə deyil, Trigeminal sinirdir də məncə o. Bildiriyək bayağı girdi dəlikdən əng siniri, oval dəlikdən çənə siniri. Buna ki, əsas sümük. Sonra gəlin 31-ci suala da baxaq. 32, 33, 34, 35 isə sizdədir. Deyək ki, qadın üzün bir tərəfini şüşü ilə yaralayıb. Məncə tapmaq olar cavabı. Fasial asimetriyası da var. Üst sinirindən söhbət gedir. Üst siniri aşağı da bayaq dedik. Üzümüzə qoyuruq. Temporal, zigomatik, bukkal, mandibular, servikal.
Deməli, bu buqqal, yuxarı dodağı, yanağa cavabdehdir. Şervik, üzrsən, mandibular aşağı çənə və aşağı dodağa cavabdehdir. Yəni, bu adamın bir tərəfli olaraq aşağı dodağında bir asimetriya varsa, aydın məsələdir ki, bu əlaqəli olacaq fasial nervi ilə bağlı. Zaten özdə yazıb fasial nervi olduğunu, marginal mandibular, bəli, Y bənd. Ümid edirəm ki, suallar sizin üçün maraqlı olmuşdur. Gələn videoda görüşənədək.